Salam, xoş gördük hər biriniz növbəti video dərsimizdə. Biz bugün dərslik səhifə 48 və 49-u izah edəcəyik. Gəlin vaxt itirmədən keçək tapşırıqların icrasına. Videonu bir dəfə çəkməyə cəhd etdik. Video alınmadı. Ona görə yazılar üstündə qaldı. Eybi yoxdur, yenidən çəkirik. Amma sizdən kiçicik bir istəyimiz budur ki, videoları bəyənməyi unutmayın. Sizin videoları bəyənməyiniz bizim üçün çox önəmlidir. Gəlin başlayaq. Deməli, tarixləri qeyd etməklə aşağıdakı tarix hadisələrin xronoloji ardıcıllığını yazın. Bunlar hər biri mətndə qeyd olunmuşdur. Biz mətndən müəyyən etdik. Baxın, mətndə qeyd olunmuşdur. Azərbaycanın müstəqilliyini elan etməsi 91-ci il 18 oktyabr, Heydər Əliyevin hakimiyyətə gəlməsi 1993-cü il 15 iyun, sonra Ermənistan və Azərbaycan arasında atəşkəs 1994-cü il. Sonra başqa hansı tarix hadisələr var? Zəfər paradı şəklinin aşağısında verilmişdi. 2020-ci il 10 dekabr. Niyə bunları göstərirəm dostlar? Çünki uşaqlar deyirlər, müəllimə, axı yox idi. Biz onu tapa bilmədik. O hardaydı? Biz bunları hardan bilək? Dostlar, bunlar mətndəki məlumatlara əsasən verilibdir. Mətndə olmasa belə şəklin aşağısında olan məlumatlar doğrudur və biz tarixi ardıcıllığı, xronoloji ardıcılığa düzdük. 4, 1, 2, 5, 3 şəklində olacaq. Davam edək. Oxuduğunuz mətndəki tarixi hadisələr və aşağıda verilmiş məlumatlar əsasında xronoloji cədvəl tərtib edin. Təbii ki, baxın, tarixi yazırıq. Qarşısından baş vermiş hadisəni 2020-ci il 4 oktyabrda Cəbrayıl işğaldan azad edildi. Yəni, tarixi bu hissəyə yazırıq. Məsəl üçün 4 2020-ci il yaza bilmədim. 20-ci il. Məsələn, 4 oktyabr, sonra yazırıq Cəbrayıl işğaldan azad edildi. 2020-ci il 17 oktyabr, deməli, Füzuli işğaldan azad edildi. 2020-ci il 20 oktyabr, Zəngilan işğaldan azad edildi və s. və ilaxır bu şəkildə yazırıq və qeyd edirik. 2020-ci il 8 noyabr, Şuşa şəhəri işğaldan azad edildi. Sonra qeyd edə bilərik ki, düşmənin hərbi noyabrın 20-sində Ağdam, deməli, 2020-ci il 20 noyabrda Ağdam, necə qeyd, düşmənin hərbi qüvvələri Ağdam şəhərindən çıxarıldı. Yaza bilərik ki, 25 noyabrda düşmənin hərbi qüvvələri Kəlbəcər rayonundan çıxarıldı, Kəlbəcərdən çıxarıldı. Dekabrın 1-də Laçın rayonları, düşmənin hərbi qüvvələri Laçın rayonundan çıxarıldı. Davam edək. Mətndən tarixi şəxsiyyətlərin söylədikləri fikirləri seçin. Həmin fikirləri fərqləndirmək üçün hansı durğu işarələrindən istifadə olunur? Baxın, baxın, burada tarixi şəxsiyyət İlham Əliyev müjdəni verərkən dedi. Baxın, bu hissəyə diqqət edin. Şuşanı azad etdik. Dəqiqə. Qeyd olunur ki, baxın, burada qeyd olunurdu ki, İlham Əliyev bu müjdəni verərkən dedi, Şuşanı azad etdik. Bu böyük qələbədir. Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan, gözün aydın dünya Azərbaycanlıları. Baxın, verilmiş fikir dırnaqcıq içərisində verilmişdir. Burada isə Heydər Əliyevin fikri var idi. O deyirdi, hamımızın bir müqəddəs arzusu var. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Necə verilmişdi? Dırnaqcıq içərisində verilmişdi burada fikirlər. Həmin fikirləri fərqləndirmək üçün hansı durğu işarələrindən istifadə olunur? Dırnaqcıqdan istifadə olunur. Deməli, dostlar, mən burada qeyd etmədim. Yanaşı olaraq, baxın, mətndəki hadisələri də qeyd edə bilərsiniz tapşırığında. Məsələn, yaza bilərsiniz ki, nəyə yaza bilərik? Yaza bilərsiniz ki, 2020-ci il 10 dekabrda Bakıda Zəfər paradı keçirildi. Baxın, yaza bilərsiniz. Sonra 2020-ci il 10 noyabrda Bakıda vətəndaşlar qələbə xəbərini sevinclə qeyd etdilər. Sonra yaza bilərsiniz ki, 2003-cü ildə, məsələn, yazılır 2003-cü il tarix hissəsinə, İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi hadisəyə. Sonra tarixə yazırıq ki, 1993-cü il 15 iyun, hadisəyə yazırıq Heydər Əliyev hakimiyyətə gəldi. Tarixə yazırıq 1994-cü il,
Hadisəyə yazırıq, Ermənistan və Azərbaycan arasında atəşkəs elan olundu və sair və ilə axır. Bu şəkildə mətndəki hadisələri də yaza bilərsiniz. Davam edək. Deməli, qeyd etdik, sitat haqqında danışırıq. Mətndə başqa bir müəllifə aid olan sözlər sitat adlanır. Sitat dırnaq içərisində yazılır və onun müəllifi göstərilir. Hərbiçi olmaq istəyən gənclər hərbi təhsil almalı, savadlı və bacarıqlı olmalıdırlar. Ulu Öndər Heydər Əliyev hərbçilərlə görüşlərinin birində demişdir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Dostlar, deməli, sitat mətndə başqa bir müəllifə aid olan sözlər sitat adlanır. Sitat dırnaq içərisində yazılır və onun müəllifi mütləq göstərilir. Baxın, məsələn, burada Heydər Əliyev hərbçilərlə görüşlərinin birində demişdir, müəllif göstərildi. Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Bu isə sitatdır. Bəzən xəbərlərdə müşahidə etmiş ola bilərsiniz. Orada aparıcılar necə deyilir? Məsələn, deyir, Trump demişdir. Trump deyir bu haqda. Sonra necə deyir? Stat Trump'ın fikrini olduğu kimi qeyd edir. Məsələn, indi oxuyuruq. Heydər Əliyev hərbçilərlə görüşlərin birində demişdir. Stat. Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Yəni, biz artıq onun fikrini olduğu kimi qeyd etdik. Heç bir dəyişiklik etmədən. B tapşırığına baxırıq. Güllələnmiş heykəllər mətnini qeyd götürməklə dinləyin. Verilmiş plan və statlar əsasında mətnin qısa məzmununu yazın. Qarabağın görkəmli incəsənət xadimləri, abidələrimizin ermənilər tərəfindən dağıdılması, heykəllərin xilas edilməsi, abidələrin Şuşaya qaytarılması. Baxın, burada statlar da göstərilmişdir. Dahi şəxsiyyətlərimizin büstləri bizim qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma vətənə qayıdıblar. Biz onları qaytarmışıq. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev. Mən bir vətəndaş olaraq sevinirəm ki, büstlər tarixi məkanına qaytarıldı. Qoy gələcək nəsillər ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşilikləri heç vaxt unutmasınlar. Dahi şəxsiyyətlərin büstləri Üzeyir Hacıbəylinin, Xurşud Banu Natəvan və Bülbülün büstləri. İndi gəlin güllələnmiş heykəllər mətnini oxuyaq. Deməli, güllələnmiş heykəllər Qarabağ, xüsusilə Şuşa, Azərbaycanın mədəniyyət mərkəzi hesab olunur. Bura dünyaca məşhur incəsənət xadimlərinin vətənidir. Qarabağın işğalı zamanı ermənilər görkəmli şəxsiyyətlərimizin ev muzeylərində dağıdıblar. Yəni, onlar kimi, nə bilim, benim bir millət təsəvvür etmək mümkün deyil. Bir daha oxuyaq. Qarabağ, xüsusilə Şuşa, Azərbaycanın mədəniyyət mərkəzi hesab olunur. Bura dünyaca məşhur incəsənət xadimlərinin vətənidir. Qarabağın işğalı zamanı ermənilər görkəmli şəxsiyyətlərimizin ev muzeylərində dağıdıblar. Dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şairə Xan qızı Natəvanın heykəllərini gülləbaran ediblər. Mənfur düşmən bu heykəlləri uğurlayıb Ermənistana aparır. Sonra Gürcüstanda qiymətli metal kimi satışa çıxarır. Gürcüstanda yaşayan Azərbaycanlılar bundan xəbər tutur. Heykəllər xilas edilib Bakıya gətirilir. Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilir. Güllələnmiş heykəllər adı ilə dünyada tanıdılır. Nəhayət Şuşa azad olunduqdan sonra Prezident İlham Əliyev Şuşaya ilk səfəri zamanı güllələnmiş heykəlləri də buraya qaytarır. Şuşaya aparır. Heykəllərin öz doğma ünvanlarına qaytarılması xalqımızı sevindirir. Deməli, mətnimiz burada bitdi. Bizim başlıqlarımız var idi. Qarabağın görkəmli incəsənət xadimləri, hansı ki burada qeyd olunurdu. Dahi bəstəkar Üzeyir Hacıbəyev, görkəmli müğənni Bülbül, şairə Xan qızı Natəvanın heykəllərindən söhbət gedirdi. Deməli, baxın, birinci başlıq Qarabağın görkəmli incəsənət xadimləri. Burada qeyd olunurdu ki, baxın, bura qədər olan sizdə. Qarabağ, rəngi dəyişir. Qarabağ, xüsusilə Şuşa, Azərbaycanın mədəniyyət mərkəzi hesab olunur. Bura dünyaca məşhur incəsənət xadimlərinin vətənidir. Baxın, bu birinci başlığa uyğundur. Sonra planın birinci hissəsinə uyğundur daha doğrusu. Abidələrimizin ermənilər tərəfindən dağıdılması. Baxın, burada göstərilir. Qarabağın işğalı zamanı ermənilər
görkəmli şəxsiyyətlərimizin ev muzeylərində dağıdıblar. Dahir bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şairə Xanqızı Natəvanın heykəllərini güllabaran ediblər. Baxın, bura qədər olan hissə ikinci yarımbaşlığa uyğundur. Heykəllərin xilas edilməsi, mənfur düşmən bu heykəlləri oğurlayıb Ermənistana aparır. Qiymətli metal kimi satışa çıxarır. Gürcüstanda yaşayan Azərbaycanlılar bundan xəbər tutur. Heykəllər xilas edilib Bakıya gətirilir. Baxın, bu heykəllərin xilas edilməsidir. Amma hara qədər gedə bilər? Məsələn, gətirilir. Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilir. Güllələnmiş heykəllər adı ilə dünyada tanıdılır. Baxın, bura qədər. Buradan başlayır. Bu hissədən başlayır. Dəqiqə, fərqli rəngdən də biz göstərə bilərik. Bu hissədən başlayır. Burada bitir. Və nəhayət abidələrin Şuşaya qaytarılması. Bax, bu da sonuncu başlığa uyğundur. Nəhayət Şuşa azad olunduqdan sonra Prezident İlham Əliyev Şuşaya ilk səfər zamanı güllələnmiş heykəlləri də Şuşaya aparır. Heykəllərin öz doğma ünvanlarına qaytarılması xalqımızı sevindirir. Davam edək. Deməli, sizcə mətndə başqa bir müəllifin sözlərindən nə üçün istifadə olunur? Fikrinizi əsaslandırın. Mətnin maraqlı olması üçün, mövzu üzrə geniş məlumat vermək üçün, öz fikrini əsaslandırmaq üçün. Təbii ki, burada mətndəki məqsəd çox önəmlidir. Yəni, belə deyək, mən nə üçün digər insanın fikirlərindən istifadə edirəm? Başqa bir müəllifin fikrindən istifadə edirəm. Nə üçün? Mətnin maraqlı olması üçün ola bilər. Yəni, bu doğru ola bilər. Dəqiqə. Mövzu üzrə geniş məlumat vermək üçün ola bilər. Öz fikrimi əsaslandırmaq üçün, bəli, ola bilər. Hər üçü doğru bir fikirdir. Yəni, hər üçü ola bilər. Mənim mətndə ondan başqasının fikrindən istifadə etməyimin müəyyən bir məqsədi olmalıdır. Hər üçü bir məqsədə xidmət etmiş ola bilər. Aşağıdakı fikirləri əsaslandırmaq üçün hansı aforizmlərdən istifadə etmək olar, uyğunluğu müəyyən edin. Bir işə başlamazdan əvvəl başqalarının fikrini, rəyini soruşmaq lazımdır. Baxın, deyir ki, işi bilənlərlə məsləhətləşən adam heç vaxt ziyan çəkməz. C. Uyğun ola bilər. Davam edək. Dinləyiciləri yormamaq üçün öz fikrimizi qısa çatdırmağa çalışmalıyıq. Çox sözün kərpic tək qiyməti olmaz. Bəli. Çətinliklərə dözmək, məqsədə çatmaq üçün yorulmadan çalışmaq lazımdır. Səbr ilə yaranar hər böyük zəfər. Mütaliə etmək insanın dünya görüşünü artırır, xoşbəxt yaşamağa kömək edir. Yaxşı kitab çox qiymətli xəzinədir demişdir Həsən bəy Zərdabi. Doğrudur. Sizcə ölkə başçısının hansı keyfiyyətləri olmalıdır? Bunlar işlədik. 3 saat tapşırığına baxırıq. Sizcə ölkə başçısının hansı keyfiyyətləri olmalıdır? Çətin problemlərin həllində milli liderin rolu nədən ibarətdir? Fikrinizi əsaslandırın. Ölkə başçısı ilk öncə millətini, xalqını sevməlidir. Xalqının hər daim qarğısına qalmalıdır. Xalqının yanında olmalıdır. Xalqdan biri olmalıdır. Xalqın problemlərini bilməlidir. Daima onlara dəstək olmalıdır. Xalqı ilə birlik olmalıdır. Necə ki, biz müharibə dövründə necə birlik olmuşduq. Xalq necə prezidentin ətrafında birləşmişdi. Hər sözünü şüar kimi necə qəbul edirdik. Dillərə, əzbərə çevirirdik. Bəli, xalq öz rəhbərinin yanında olmalıdır. Daim onu dəstəkləməlidir. Problemlərini, çətinliklərini rəhbərinə çatdıra bilməlidir. Ölkə başçısı hər zaman xalqını dinləməlidir. Onların yanında olmalıdır. Bəli, çətin problemlərin həllində xalq və prezident, ümumiyyətlə hakimiyyət birlikdə işləməlidir. Çünki yəni xalq birlikdə olduğu zaman güclüdür. Xalq və dövlət birlikdə olduğu zaman güclüdür. Yəni güclü olmaq, müasir dövrdə bu qədər dövlətlərin içində var olmaq, ərazi baxımından, istərsə də iqtisadi baxımından, yəni var olmaq, mövcud olmaq üçün mütləq şəkildə xalq da, dövlət də güclü olmalıdır, bir-birinə hər zaman dəstək olmağa hazır olmalıdır.
Mühakimə və stat. Bir çox mətnlərdə müəllifin fikirləri mühakimələrə əks olunur. Müəllif fikirləri əsaslandırmaq üçün bəzən statlardan istifadə edir. Gəlin səhifə 50-yə də baxaq, elə qısa şəkildə qeyd edək. Deməli, bir çox mətnlərdə müəllifin fikirləri əks olunur, mühakimələrə əks olunur. Müəllif fikirləri əsaslandırmaq üçün bəzən statlardan istifadə edir. Sözsüz ki, biz mətndə nə üçün istifadə edirik statlardan? Müəllif nə üçün istifadə edir? Fikirlərini əsaslandırmaq üçün istifadə edir. Mətni oxuyun, suallara cavab verin. Vətənə məhəbbət onu tanımaqdan başlayır. Ölkəsini daha yaxından tanıyan vətəndaş vətənini sevəcək, onu göz bəbəyi kimi qoruyacaq. Görkəmli alim Xudu Məmmədovun gözəl bir fikri var. Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər. Ana dilimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, tarixi torpaqlarımız bizə ulu babalarımızdan miras qalıb. Uzun illərdir ki, mənfur düşmən Azərbaycana məxsus bu dəyərləri mənimsəməyə çalışır. Bunun qarşısını almağın ən uğurlu yolu vətəni tanımaq, onun dəyərlərini qorumaq və həqiqət dünyaya çatdırmaqdır. Ulu öndər Heydər Əliyev demişkən, xalqın, dövlətin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Deməli, biz bu dəyərləri qorumalı və gələcək nəsillərə ötürməliyik. Mətnin giriş, əsas, sonluq hissələrini müəyyən edin. Müəllifin giriş, əsas, sonluq. Baxın, bir cümlə. Baxın, bu başda olan bir cümlə mətnimizin giriş cümləsidir. Baxın, bu üçüncü hissə mətnin sonluğudur. Ortada olan hissə, fikirlər isə əsas hissədir. Yəni, bütövlükdə əsas hissədir. Sonra, müəllif mətndəki əsas fikrin mühakiməsi nədən ibarətdir? Əsas fikri bundandır ki, ibarətdir ki, deyir, uşaqlara vətəni, necə deyim, sevməyi öyrətmək lazım deyil. Siz deyir, vətəni onlara tanıdın, onlar özləri sevəcəklər. Və bu fikri müdafiə edir, əsaslandırır. Müəllif öz fikrini necə əsaslandırır? Müəllif öz fikrini Xudu Məmmədovun, sonra Ulu Öndər Heydər Əliyevin fikirləri ilə qüvvətləndirir. Statları müəyyən edir. Mətndəki statlarımız, baxın, Xudu Məmmədov uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər. Xalqın, millətin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Bəli. Nə yaxşı ki, uğrunda öləcəyimiz bir vətənimiz var. Həqiqətən də. Vətən çox qiymətlidir. Yəni, var olduğunu bildiyimiz o bir film var idi. Orada baş qəhrəmanın məşhur bir ifadəsi vardı. Deyirdi, uğruna döyüşə biləcəyimiz bir vətənimiz belə yoxdur. Yəni, onu çox böyük təəssüf hissi ilə deyirdi, vətənləri parçalanır. Didərgin düşürlər, deyir, uğruna döyüşüb ölə biləcəyimiz bir vətənimiz belə yoxdur. Amma bizim çox şükür ki, uğruna döyüşüb ölə biləcəyimiz, canımızı qurban edə biləcəyimiz bir vətənimiz var. Suallara cavab verməklə verilmiş fikirlərə münasibət bildirin. Statlardan istifadə etməklə fikrinizi əsaslandırın və mətn yazın. Bu, biraz daha böyük tapşırıqdır. İstənilən peşə ilə ölkəni dünyaya tanıtmaq olar. Bu fikirdən çıxış edirik. Əsas sual burada budur ki, idmançı, rəssam və başqa peşə sahibləri vətənini beynəlxalq yarışlarda necə təmsil edirlər? Baxın, bu sual ətrafında mətn qurulacaq ki, insan istənilən peşə ilə öz ölkəsini dünyada tanıda bilər. İstər idmançı ol, istər rəssam ol, istərsə də başqa bir peşənin sahibi ol, beynəlxalq yarışlarda ölkəmizi təmsil edə, uğur qazana bilərsən və bunun nümunələr də səsləndirə bilərik ki, məsələn, hansı rəssamlarımız beynəlxalq yarışlarda uğur qazanırlar? Təbii ki, internetdə yazan kimi bu haqda məlumatlar çıxır, hansı idmançılarımız. Və burada Xudu Məmmədov, məsələn, ifadə edir ki, Xudu Məmmədov yaxşı demişdir. Elm və sənət quşa qanaddır. İkinci bir qrup üçün burada məlumat var. Qeyd olunur ki, öz ana dilimizdə yanaşı xarici dillərdə öyrənməliyik. Və bu fikri qüvvətləndirmək üçün hansı suallar ətrafında mətn yaradacağıq? Ana dilinin həyatımızdakı rolu nədən ibarətdir? Xarici dil öyrənməyin hansı üstünlükləri var? Başqa dil, baxın, burada fikrimizi qüvvətləndirmək üçün İtalyan rejissoru Federico Fellini'nin başqa dil həyata yeni baxış deməkdir fikirlərindən də istifadə edə bilərik. Burada isə dostlar, baxın, sanki bir inşa yazırsınız, bir mətn qurursunuz. Belə düşün, ana dilin həyatımızdakı rolu nədən ibarətdir? Hər bir xalqın
öz dili olmalıdır. Milli dili, dəyəri. Dil nədir? İnsanın milli kimliyidir, dəyəridir, düzdürmü? İnsan öz ana dilində bir-birinə ünsiyyət qurmalıdır. Bununla yanaşı xarici dilləri bilməyin də üstünlükləri var. İnsan nə qədər çox dil bilirsə, o qədər də yeni bir kimlik qazanır sanki. Özünü ifadə edə bilir. Yəni, yeni dil bilməyin çoxlu üstünlükləri ola bilər. Başqa hansı üstünlükləri ola bilər? Bu haqda siz yazacaqsınız. Belə, ümid edirəm ki, sizin üçün maraqlı bir dərs oldu. Siz də belə olduğunu düşünürsünüzsə, videonu bəyənin və paylaşın. Maraqlı mətnlərinizi videonun aşağısında. Ümid edək ki, inşallah ki, YouTube rəyləri bağlamaz, açıq olar. Siz orada yazarsınız. Sizin o C tapşırığı üzrə qurduğunuz mətnləri oxumaq mənim üçün çox maraqlı olacaq və bu yolla yoldaşlarınıza da dəstək ola bilərsiniz. Belə, hələlik görüşmək ümidi ilə hər birinizə uğurlar arzu edirəm. Videonu bəyənməyi unutmayın.